Özünlə, yoldaşınla sevindirsin, xoşbəxt eləsin. Sağ ol Ayşen, sağ ol qadınım, sağ ol Ayşen. Mən qarışa bilmərəm bu Arzu ilə Mahir məsələsini özləri bilərlər. Bəli, Amma düzdür. mən bir ana kimi mənim sənə çox istəyirəm, sənə böyük hörmətim var. Sağ ol, Sən çox sağ ol. əziyyət çəkən qadınsan. Sağ ol. Allah əziyyətini yer qoysun. Bütün izləyicilərə də salamlayıram. Mənim də bu qara buludlar mənim də başımda fırlanır. Allah qoysa inşallah görək. Geçen şeydi. Ayşe, mən sana bir söz deyim mi? Ay dede. Buyur, buyur. Ha, səsim elə bildim canım. Hə, kim nə deyir, desin istəsən mən. Kim nə arır, qayırsın, fikir verməyin. Əsas odur. Birinci, canınızı fikir verin, canınızı qoyurun. Və nədir? İkincisi də ki, eləmi? Sen uşağın var, bala, uşağın var, uşağı nəzər al. Mən nəzər alıram, mən hər şey nəzər almışam o uşağa görə, amma bunu da qarşılıq vermək lazımdır. Ay Sönüxan, mən danışmaq istəmirəm, qarşı tərəf sonra qıcıqlanır, mən başıma... Ayrı söhbət Ona eləyin. görə ayrı söhbət elə, özümüzdən. Hə. Sən özün Özündən deyirsən, Barat da necədir? Yaxşıdır, sağ ol. Allah ki sizə o qədər çox istəyir ki Baratdan. Allah kömək olsun, Allah can sağ olasın, Allah Allah qorusun sizi. Mən də sizi çox Ay kimə görə? Yenə çox sağ qaqam. Sağ ol, Aslam. Nə qulluğun olsa, senin nömrən var da səndə. Var qaqam, var, Allah köməyin olsun, Allah səni qorusun, Allah can sağ versin. Nə lazım Sənə oldu dəstək ya? olarıq. Qoy sen biraz borcum var, onu verip sana da dəstək olacağım atam. Can, Allah sənə can sağ versin. Deməyin Yox, Quran bəs haqqı. xala, Allah səni qorusun, Yaxşı olar. deməyin bəs eləyər. Ayşen bir günde bize gel ata, bir günde bize gel. Yaz kabağı gel ata. Can, inşallah, yaz Allah qabağı koysa gələrəm. gel, Kur'an hakkı. Biz olsam Ürenler aparayım. Allah qoysa, inşallah. Sabah işləyəm, büsün işləyəm, ayın 30-dan evdəyik. Allah koysa, Allah 30 koysa. min taksiye düz gel orada olacağım. İnşallah qaqam, inşallah. Vallahi Hüseyin ne lazım oldu? Yani nömrəm var da. Minnətdaram, çox sağ olsun dəyərli izləyicilərimiz. Keçən dəfə də mənə dəstək oldular. Quran haqqı, mən dediyimi eləyən adam deyiləm. Mən nəysə elədim, and olsun Allah Taala, mən bir nəfər 15 manat xərclədim. Dedim, mən elədiyimi deyən adam deyiləm. Yəni, o marifləndirirəm ki, yəni edirsən, Allah onun 1000 qatını eləyir. Allah Taala həmən gün, Quran ağsaqal adam, kasıb adam idi. Qayıt dedi ki, mən çay içmək istəyirəm, imkanım yoxdur. Getdim qənd aldım, çay aldım ona, siqaretini aldım. Yox idi də, ondan mən də xoş götürmürəm. Mən ağsaqqalı bir şeyləri kövrək görmək istəmirəm də. İstəmirəm görmə onları, bütün anaları, bütün ataları mən güləriz görmək istəyirəm. Amma maalesef olsun ki, bəzən nankör övladlar tərəfindən bəzi analar, bəzi atalar çox əziyyətlər çəkirlər. Allah qurban Allaha. Ana var, ata var, baladan yaranmır. Bala var, anadan, atadan yaranmır. Qurban Allah. Hüseyin sana bir söz deyim. Aycan, buyur. Qardaşlarına deyirəm, ey məsləhət sənin dayıca da. Yəni, mənim fikrimi sən düz başa düşərsən hər halda, sən qadın olaram. Bu həyatda hər şey insan üçündür. Çətinlik, dava, şava, Arzu boş məni. Bezdim sən, üzr istəyirəm qaqım. Bezdim mən arzu var, lətafət. Ay şey, qoşacam onu tanıyıram, ay Hüseyin, o böyle çıxanda uzun danışır, qoş söhbət edirik, o. Buyur. Narahat olun. Buradakıların hamısını tanıyıram, ona görə yani lazım olan adamları qoşuram. Hə, eşitirsən qardaş. Hə, yəni bu həyatda hər şey insan üçündür adına. Yəni böyüklüyü sən elə, prosto bilsən necədir. Oturub normal şəkildə, normal tərzdə bir-birinizi başa düşsəz daha yaxşı olar. Sizdə bilirsiniz problem nədir, ən önəmlisi? Sizin ən böyük probleminiz bilsən nədaydı deyəm. Sizin ən böyük probleminiz odur ki, sən danışanda evdəki səni dinləmir. O danışanda mı sən dinləyirsən? Ne böyle seni? Yok şey gelir. Olsun. Allah, nə bilməyim valla. Yox, yenə də bu günlərin xoşuna xamdır ki, bayram günüdür. Gedin, xoş şeyləyin. Nə lazım dedi, mən eləyərəm. Müalicələrimizi elədi. Mən əsas istəyirəm ki, mən bizə... Ön önəmlisi, sən onu nervopatoloqa göstər, onun əsəbləri yerindədir. Göstərmişəm, dərman yazır, dərmanları da istifadə eləmir. Mən istifadə eləmirəm, istəmirəm. Yox, elə olmaz axı. O istifadə eləməyən də sən əziyyət çəkirsən, sabah o uşaq əziyyət çəkirlər. Hayda da, mən səni deyirəm, mən xoş qədəmin də, o birisinin də Allah kömək olsun, məsələ o deyil.
Yəni heç belə deyək də 20-30 ildən qabaq Xoşqədəm yox idi. İnsan evində problemi olanda özü həll elirdi. Mənim həkim var idi, o var idi, insan var idi. Nuşdu, sən ən önəmlisi bir nətər deməksən, mənə başa düşəsən, qardaşım. Yəni bir əlini stola vur, yumruğunu pista çıxmasın da kişi. Bu evin yiyəsi bir nəfərdir, o da sənsən. Qardaş, burada mən deyəndir. Sən orada danışmaqla deyil, dırdır evdən adam qaçırdır. Adam var evə gəlir. Mən gör nə həddə çatdım ki, mən onu çıxdım verilişdə mən kömək istədim ki, mənə psixoloq verilsin. Mənə Bilirəm, yox dədə, mən səni gözə başa düşürəm. Mən sənə haqq verirəm. Ona görə yenə deyirəm, onun indi bir böyüyü, kiçiyi, ağsaqqalaq bir sayı, yəni bir oturub 5 kəlmə söhbət eləmək lazımdır ki, ay bala, bu belə olmur da, başa düşdünmü? İndi bu günlərə bax, mən nə şey deyim, mən istəyirəm, mən övladım üçün eləyirəm, mən hər şeyi yumuram övladıma görə, amma elə həddə çatdırar ki, and ol Allaha, hər şey edərəm, hər şeyin üstünə keçərəm. Mən istəyirəm övladım anası atası görməsin. Uşağın anası yanında olanda ata istəyir, ata yanında olanda ana istəyir. Qardaş, uşağın biri olub, biri olmayanda, mən sənə bir söz deyim, bax, tutam ki, ayrıldın elə. Deyək ki, ayrıldın, İraq olsun. Sabah sənin uşağın yekənləcə ilə ömür boyu bu qucaqda gəzmir, qardaş, düzdürmü? Düzdür. Bir sabah həyətə düşüb oynayanda, birinin dədəsi əlində 30 qəpiyi bir dənə çupa-çupsan gələndə, o atasının üstə qaçanda səninki boynunu bükəcək. Başa düşdün nətər? Məsələ budur. Sən ona hər ay 5000 aliment də göndərsən, o ona çatmır. Nə mənada? Yəni ki, o qayğı istəyir, ata istəyir, oynamaq istəyir, o istəyir, bu istəyir. Yəni bunu da sən başa düşürsən, bunu belə sıxmasın, bilirik, anlayırıq. Evdəki başa düşməlidir ki, mən bunu, nətər demək, belə eləməklə heç sənə nail olmuram. Və bilirəm, mən yazıq, mən heç kimim olmadı ki, mən ona başa salsın ki, bunu belə elə. Anasına dedim, mən də ürəyim ağrır, mən istəmirəm ailə dağılsın, mən pis oluram ki, mən indində ailə görürəm mən. Bu bir şey olsun. Hər mən də iki çıxışdan oturayım, mən o pis səs eləyir. Sən orada... Yaxşı, sən elə demir, mən səndən razı işdən çıxdım, oturdum, nə yiyəcəyik? Deyib, başqa iş taparıq. Tapsaydı mən tapardım. Qardaş, dəxil nədir? Başqa işdə də həmin şey olacaq da ki, başqa iş tapanda buynuz çıxmayacaq ki. Nə bilməm, mən əzəldən mənim bəxtim talihim gətirmədi. Valla, belə pismasın ha, bax son anda günü sabah gedim götürüm gəlim, eşitirsən, lap bir qohum kimi, bir qohum əqraba kimi, belə pismasın. Gələk, bir tikə çayınızı içək, yəni bilsən nətərdə edirəm. Hər şeyi bitirmək asandır, qurban olum sənə, yəni pislik eləmək ki vırkidir. Bəli, bax mən onu düşünürəm, Qurana qoyub, bir nəfər yazıb burada ki, hər şey uşağa görə də insan özünü məhv eləməli deyil. Mən də istəmirəm bu söhbətlər danışım. Burada mən indi vaxt verir. Bu günlər getdik elə, mən aşağıda götürdüm. Uşaq qaldı nənədə, anasında. Biz getdik, mən bir mağazinlərin birinə getdik. Oradan papaltar aldıq. Mən özümə də aldım, Ayşədə də aldım, uşağa da aldım. Sağ oldu, kömək olub, Allah can sağ olun, Xoşinəm xanım və dəyərli izləyicilər, 115 manat keçən dəfə dəstək oldular mənə. Mən söz vermişdim ki, papağını aldı, papağı yox idi də, balacı idi. Paltarını aldım, uşaq paltarları çox dəhşət baha. Mənim paltarlarım uşağın paltarlarının yanında ucuz. İndi edirəm, mən də ailəm üçün edirəm də. Bunu mən də bir dəfə eləyərəm, 2 dəfə, 5 dəfə, 10 dəfə, 50 dəfə, 100 dəfə görərəm, yox, həmən şeydir, yenə də mən deyəcəm ki, ən yaxşısı budur da. Mən yaşamaq istəyirəm. Mən gün görməmişim, istəyim günüm olsun. Şükür Allah, pis yolun yolcusu deyiləm. Allaha şükür olsun, min şükür olsun. Tərbiyəsizliyim yox, ədəbsizliyim yox. Mən heç şeylərdə coşuram, biraz ağzımdan çıxır, sonra peşman oluram ki, mənim ağzımdan çıxan bunlar sözü niyə kimsə burada ana bacı, namusu qeyrətli insan izləyib mənə negativ fikir ötürməlidir. Onlar da xoş deyil axı. Kimsə pis yazır, o eşitmir. Amma mən ağzımdan çıxan sözü onun yanında olan qızı eşidə bilər, anası eşidər. Çox təəssüf olsun ki, bunu bəziləri anlamır bunu. Yazır orada, mən susuram ki, kim sənin yanında, sən pis ola bilərsən, amma sənin yanındakı qadın yaxşı ola bilər, əxlaqlı ola bilər, namusu ola bilər, qızın ola bilər, anan ola bilər, atan ola bilər yanında. Mənim ağzından çıxan sözü sənin anan atan eşidər. Ona mən elə başa düşürəm. Amma bəziləri onu başa düşmür, anlamır. Sen artık sen çok kıskanır, ona göre de bu dava yaranır. Kıskançlık pis şeydi. O kişi de hareketli gece evine gelir. Danışır da bundan el kol atmır ki.
Burası seni Vallahi, kıskanır. vallahi. İstiyor ki Ay, gece gündüz Heç yanında kəsə, olasın. heç bir qadın deyə bilməz ki, Hüseynlə mən əl-ələyəm və yaxud da yan-yanayam. Hüseyn işdən çıxıb gəlib mənə oturub bir stəkan çay içib. Heç bir qadın deyə bilməz onu. Etməmişəm. Subaylıqdan olubsa olub. Mən subaylıqda da eləməmişəm. Bir-iki dəfə olur. Bir dəfə sağ olsun bir qadın subay vaxtı idim. Mənim üçün ad gün elədi. Bir axşıda imkanı vardı. Allah canını sağ eləsin. Bir qəşəng bahalı saat da elədi mənə. Evində də qonaq olmuşam, amma əlaqə heç bir üzr istəyəm, bizim bir nəsə ümidçiyətimiz olmuyor. Bir dənə salam sağ ol, otur bir yeri çörək yemişik, çay içmişik, qulluq eləyib mənə. Şotu da o qadın verib. Mənə ad günümü təbrik edib. Ay qardaş, sən bir söz deyim. Sən evdə eşitirsən, mənim pis başa düşməyin. Arvadına izah edə bilirsənmi ki, yəni misal olaraq da misal çəkirəm. Cəmaatın əri gedir, kollektivlə işləyir, o kollektivin də yardan çoxu xanımdır, düzdürmü? Onda onun arvadını ağarsın. Bu bir. İkinci də ki, kollektivdə işləyən xanımın heç biri özünü açıb ortaya qoymuyor ki, Hüseyin gəlsin və pismasın onu nəsə desin. Bu bir. İkincisi də ki, qardaş, yəni, nətə deyim, İsa, birinci növbədə bu düz düşüncə, düz fikir tərzi deyil ki, mənim ərim kişi ilə, arvadlarla işləyir, qızlarla işləyir. Heç bir. Mən işlədiyim yerdə də xanımdır. Nə ara onda? Mən sabah evlənəndə onda desin ki, işləmə işdən çıx, onun ağzını zıraram. Nətər işləmə işdən çıx, nədir? Onun, sənin belə pismasın, yeməyi yerin, içməyə yeməyin varsa da, hər şeylə təmin olunursansa da, mən niyə işdən çıxım? İşdən çıxım nə yiyim? Bir-birimizin əl qulağını yeyək. Valla deyirəm, bax mən özün də gördün ki 15 gün ərzində mən TikTokda bir yerdə idi. 63 manat 100 balı ilə utana itin sözünü dedilər mənə. Adamın abır həyası düz getdi. Adam yersin. ölüb yerə girir. Mən nə qədər burada oturum? İndi özü istəyəndə kimsə istəyir ki, Hüseyn, Kartvat məsələn dəstək olmaqsa. Mən Moskvada yaşayan 2-3 dənə qadın var, nənəm, anam olsunlar. Allah canlarını sağ eləsin. Öz balası kimi, nəvəsi kimi mənə yaxın müraciət edirlər də. Deyir, sənin mənim elə bir 2 oğlum, 3 oğlum var. Sən elə gözlü görürük. Hərdən bir deyir, atıb çox ata bilmir. Bax, Qurban bayramlarında, digər bayramlarda məni yad edirlər, 50 manat, 100 manat, nəyə gücləyəcəksə imkan daxilində. Sağ olsunlar. Özləri eləyir bunu, ruzunu verən Allahdır. Bax, keçən dəfə mən onu deyirdim, elə 15 manat bir nəfəri yaxşılıq elədim. Allah Taala onun qarşılığında 80 manat mənə, 85 manat mənə qarşılıq verdi. Artıqlaması ilə verdi Allah mənə, həmən gün ərzində. Sağ olsunlar Ayşen, sağ olsunlar. Güzel izleyicilerimiz var. Ay qardaş, mən sənə bir söz deyim. Mənim sözümün kəsəri var. Sadəcə olaraq mən qəlb qırmağı sevmirəm. Qəlbim o qədər qırılıb ki mənim. Qəlb qırmaq nə olan şeydir? Mən çox üst günahları özümə yıxab, günahım olmamaya özümü günahkar kimi göstərə bilərəm. Amma kimsən qəlbin qırılmasın deyirəm. Ailə dağılmasın deyənə hər şeyi yumuram, göz yumuram. O demək deyil ki, bundan kimsə istifadə eləməlidir. Mən sənə bir söz deyim qardaşım. Bax, burada paştin 1000 adam, 1100 adam var elə. Mən sənə bir söz deyim. Bax, belə pis zaman sonra azdan çoxdan zarafata salır. Bax, burada fakt bu 1100 adam içində adam var ki, mən onunla belə də danışıram, elə də danışıram, eləmi? Yəni, belə pis çıxmasına, özdə sona ilə də danışıb, nəsə. Yəni, o da burada yaşamır, o məndən kənarda yaşayır, xaricdə yaşayır elə, mən də burada. Yəni, onun nə işi qalır ki, mənə deyişdən çıx? Və yaxud da ki, o xaricdə yaşayır, ha, Hüseyin, başa düşdün? Fikrim səni çatdırmaydı dedim. Və yaxud da ki, mən ona niyə deyim ki, işdən çıx? Eləmi? Yəni, bu, biz normal IQ səviyyəmiz, başımız normal işləyən adamıqsa da, mən bilirəm ki, mən kimlə danışıram və yaxud da ki, o bilir ki, o kimlə danışır, düzdürmü? Və yaxud da ki, sabah o bilir ki, kimə gedir, mən bilirəm kimi alıram. Sənin əgər mənə güvəni daverin yoxdursa, bu nə ailədir? Yox, mənim sənə yoxdursa, bu nə ailədir, yendirim. Sabah sən arvadın, mən belə deyim də, lord danışaq. Sabah sən arvadın işə gedir. Vay, sən orada kimlə danışdın, sən arvadına zəng də gələ bilər və yaxud da ki, mən işə gedirəm. Qız da zəng vura bilər. Sonra görürük də, Hüseyin. Bəziləri yazıb belirli. Hüseyin də işə çıxdı, gözü açıldı, pul gördü, qudurdu. Mən 11 yaşından işləyirəm. Mən 1500 manat aldığım maaş yeri də olub. Mən 900 manat aldığım yer olub. Mənim başıma elə bir şeyə gəlməyib. İndi mən 550 manat maaş alamdı yarım işlatıma görə. Mən o 550 manat nə puldur ki, o mənə quru tutsun? Qardaş, mən sənə bir söz deyim. Pulun çoxsunu deyirəm ki, özüm qazanmışam. Mən elə işləmişəm ki, Quran and olsun, stroykalarda. Günüm 200 manat oturub. And ol Allaha. Qardaş, o nə demək? Ləzzət belə də olur, həyatda hər şey olur. Mən sənə bir söz deyim. Mən şirkətlərin birində işləyirdim. Tikinti şirkətində, dizayn şöbəsində. Mən dizayn şöbəsində bizim dizayn müəllimi Sehran müəllim idi.
O qayıdırdı ki, Hüseyin qal. Bax 40 manat əlavə maaşıma yazırdılar. Səhər tezdən 20 manat mənim yol pulu verirdilər ki, gecəni səhərəcən qalanda. 20 manadım əlavə. 80 heç nə eləmirdim. Bir dənə tezi stola qoyurlar dizaynerə. Olan üstünə salafan yığırdım. Salafandan açırdım da, açıb yığırdım. Elə bir başı bir götürdüm, çıxırdım. Yığırdım. Salafan da apar, elə deyirdi ki, yapar tulunu eləyir. Mən də tulamadan satırdım. Puldu da əlavə yoxdur. Mən bu quduran olsaydım, o vaxtdan qudurardım. Mənim həyatımda insan olardı. Hüseyin, sən bizə söz deyim. Məni nə tərsən başa düş. Və yenə deyirəm. Və sən görməmsən, sonra görüb. Mən sonra ən azı gündə 4 kompüter qabağında otururam. Amma özü alın ol Allaha yenə deyirəm. Bax, yalancın şahidi yanındadır, sonra görüb. Sonra sən Allahın. Mənim telefonumda dayanmır ha. Özü də görür. Burada olanda da gecə bax saat neçədir? Mənim saat 9-da da zəng gəlir, 10-da da, nə 5-də göstərir. Düzdürmü? Sağ ol, hədiyyəli günüm. Hə. Bax, sonra özgür, sonra neçə dəfə sənlə danışa-danışa zəng gəlib çıxmışam, belə olur, düzdür? Sabah indi mən arvad alıram, elə? Mən arvad deyilsin ki, sağ ondan niyə zəng gəlir, başa düşmədim. Mənə zəng gəlir, demək mənim işimlə bağlı zəng gəlir. Və yaxud da ki, mən işdəyəm, sən zəng vurursan, açmıramsa, demək mənim əlimdə işim var. Düzdür, səndən vacib deyil, amma yaşamağımız üçün bu çox vacibdir. Sabah sən paltar istəyirsən, sabah sən gəzmək istəyirsən, sabah restorana getmək istəyirsən, sabah belə deyim evin var, sabah uşaq var. Bunu nə eləməkdən ötürü də işləmək lazımdır. Düzdürmü? Düzdür. Demək mən səndən oturub sənə verib saatlarla telefonla danışanda mənim işim qalır. Düzdür? Və demək ki bu işim qalanda da nə olur? O çox üzr istəyirəm. Misal var, xiyar əyri bitir məsələsi var. Yəni onda da heç nə düz gəlmir. Mən işimdən qalanda sabah mənə kimdir? Nə ilə qazanım bunu? Bəli, düzdür qardaş, düzdür. Düzdür. Yəni sağ qurban olma Hüseyin can deyirəm. Bax mən Bilmirəm, başa düşürəm, başa düşürəm. Mən çıxıram qaqam, telefon zərfi qoyacam, onu işdir. Zaten birazdan canlaşacam. Nəsə lazım olsa nömrəm var da bilir. Allah köməyin olsun qaqa. Çox sonra xalası da Allah sağ olasın. Allah qorusun. Mən topumu da öpərsən ağzından, üzündən. Oldu inşallah, inşallah. Hələ özünüzə yaxşı baxın, Allah amanlar. Özünü qorun, Allah amanlar. Mübarək olsun. O 2026-cı il hər birimiz üçün şərli olsun. Amin, Allah bütün xəstələrə şifa versin. Ruzu arzusunda olanlara ruzu versin. İş arzusunda olan iş qismət eləsin. Allah hamının işini aman versin. Özünüzə yaxşı baxın, hələlik, sağ olun. Ya, yaxşı olun. Allah amanatı, Hüseyin, Allah amanatı. Yəni heç nəyə qorxma, ay Günay, nəyə qorxum? Mən filmdə saatdan oturası deyəm. Yəni istəmirəm o söz söhbətlər olsun. Sonra o da qarşı tərəfdə eşidir, bilir ki, başqa cür çəkirlər, başmaq. Kef elə, yanında canlatacağım biraz da. Hələlik özünüzə yaxşı baxın. Yaxşı ol, can, yaxşı ol. Sağ olun. Can.